Burada insanlar 3 saat yarım oruç tutur. Bir də foto göstərəcəm sizə. Bax, belə bir foto qoyublar. İndi biz açıqlama verək ki, bura haradır? Ərəbistan yarımadasının cənub-şərqində yerləşən Omanın Vekan kəndində əhali 3 saat yarım oruç tutur. Qəbul edilirmi 3 saat yarım oruç? Bizdə demək olar ki, bir günə yaxın neçə saat oruç tutulur da. Amma burada niyə? Qafqaz Info Türkiyə mediasına istinadla xəbər verir ki, buna səbəb kəndin yerləşdiyi coğrafi mövqedir. Yəni bizdə axı bilirsiniz də iftara açanda mütləq deyirlər ki, ayı görmək lazımdır da, belə deyirlər. Yəqin bunlarda tez günəş batır, ay çıxır, baxaq görək. Belə ki, Vekan kəndində günəş səhər 11-də çıxır, 14:30-da isə batır. Bəli, həmişə deyirlər ki, günəş batdı, iftara açmaq olar. Kənd əhalisinin əksər hissəsi orucunu şəfəq və gün batana görə, bir qismi isə imsak və iftar saatları ilə tutur. Çox qəribədir ki, demək 11-də neçə saat? 3 saat yarım oruç tutulur. Bizdə çox fərqlidir. Yəni hər şey günəşin, Allahın idarə etdiyi bir yer, göy var da. Günəşi də təbii ki, mən düşünürəm, belə düşünürəm, elə göydəki Allah idarə edir. Ona görə günəş tez batdığından insanlar iftarlarını açırlar.